İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugünkü həmsöhbətin 5-ci yüksəliş müsabiqəsinin daha bir qalibidir. Biz Ramil Hüseynzadə ilə bugün müzakirəmizi aparacaq. Onunla birlikdə həm yüksəlişdəki qalibiyyət haqqında danışacaq, həm də mənim bildiyim qədərilə Ramil bəy ilk həkimdəki yüksəliş müsabiqəsində qalib gəlib. Ona görə onunla birlikdə tibb sahəsi ilə bağlı da, xüsusən də psixi sağlamlıq mövzusunda da xeyli məsələləri müzakirə edəcəyik. Siz də müzakirəmizə qoşula bilərsiniz. Telefon nömrələrimiz açıqdır. İşinizi asanlaşdırmaq üçün telefon 012 404 11 22. Ramil, xoş gəlmişsiniz. Necəsiz? Xoş gördük, yaxşıyam, çox sağ olun, siz necəsiz? Mən də yaxşıyam. Biz efirdən öncəki o 3-5 dəqiqə ərzində olan müzakirəmizdə mən belə bir qənaətə gəldim ki, sizi əsəbləşdirmək, sizi sevindirmək bu çox çətin bir məsələdir. Sizdə emosiya varmı ümumiyyətlə? Məncə emosiyasız insan yoxdur, məndə də emosiya var. Yəqin ki, emosiyamı yaxşı cilovlaya bilirəm ki, o düşüncədəsiz. Yəqin. Qalib olanda da belə sakit qarşıladınız hər şeyi. Qalibiyyət xəbərini eşidəndə həyəcanlı idim, amma çöldən bir özə verməməyə çalışırdım. İlk ailəmlə bölüşdüm və bölüşmə şəklimdə oldu ki, təəssüf ki, bu dəfə alınmadı, gələn il bəlkə alınlar. Zarafatını elədim. Dedilər ki, güldülər yoxsa buna gülmədilər? Dedilər canın sağ olsun, bir nəticəni göndərdim və dedilər ki, bəs burada qalib yazılıb bax. Dedim, demək ki, qalibmişəm, üzürlü sayın. Yəni xoş sürpriz etməyə çalışırdınız da. Aydındır. Ramil, bəs müsabiqə boyunca, bax deyirsiniz ki, qalibiyyətdə hətta belə sakit, çox qarşıladım hər şeyi, amma müsabiqə boyunca öz həyəcanınızı, emosiyalarınızı necə idarə edirdiniz? Yəni, xüsusi hər hansı bir metodum yox idi. Sadəcə durumdan zövq almağa çalışırdım. Və bir də məncə qürurverici bir şeydir. Çünki masa ətrafında olan digər həmkarlara baxırdım. Hər biri çox bacarıqlı, qabiliyyətli, savadlı və çox yaxşı yanaşmaları olan şəxslər idi. Bu anın zövqünü almaq, yaşamaq idi. Orada qalib olduğun, olmadığım çox əhəmiyyətli deyil. O şəxslərlə bir də nə vaxt görüşəcəm, bilmirəm. O durumda bir də nə vaxt olacam, bilmirəm. İndi bax deyəcəm, bu mənə səmimi gəlmir, deyəcəklər ki, Nərmin yenə başladı. Amma axı müsabiqəyə qoşulursansa qalib olmaq üçün qoşulursan. Yəni o insanları görmək mi sizə çox vacibdir, yoxsa qalib gəlmək, pul mükafatını almaq? Yəni mən desəm ki, pul mükafatı almağın heç bir əhəmiyyəti yoxdur. Bu yanlış olacaq, bu yalan olacaq, qeyri-səmimi olacaq. Bunu bir dəfə başqa yerdə demişəm. Biz müsabiqəyə getməzdən qabaq, yəni o yol ərəfəsində bizi toplayırdılar bir yerə, orada avtobusa minib gedirdik və mən yolda bekar qalmamaq üçün bir kitab oxuyurdum. Və nə hikmətsə ki, oxuduğum kitabda belə bir bölüm vardı. Dedi ki, insanlar çox qazanca, mükafata fokuslanırlar, amma olduğu durumun zövqünü almağa yaşasalar, həyat daha rahat olacaq. Düzdür. Həmin anda fikirləşdim ki, bəs olduğun durum zövqlüdürmü? Ətrafındakı insanlara baxırdım, onlarla bir yerdə müzakirə eləmək çox zövqlüdür. Okey, demək ki, bunun zövqünü almaq, yaşamaq lazımdır. Siz bir psixiatr kimi nə məsləhət görürsünüz? Məsələn, necə etmək olar ki, insanların çoxu nəticəyə fokuslanmasınlar, o prosesdən zövq ala bilsinlər? Bu bir-iki dəfə elə bunu deyən kimi özümüzdə yarada bilərik, yoxsa bunun üçün vərdiş lazımdır, uzun bir prosesdir bu da özlüyündə? Bir dəfə deməklə bu iş alınsaydı, məncə çox dəyərli olmazdı. Yəni, onsuz bunu dəyərli eləyən daimi bunun üzərində çalışmağa fokuslanmaqdır. Yəni, adətən bunu düşünürəm də, okey, mən və avtomobil qəzasına düşmüşəm və 30 saniyə sonra öləcəm. Və bu 30 saniyəlik müddətdə mənə nə qalacaq? Yəni, qazandıqlarım mı qalacaq? Yoxsa topladığım mal, mülkmü, vəzifəmi, kreslomu? Amma fikirləşirəm ki, 30 saniyə yəqin gözümün qabağında o xatirələr keçərdi. Demək ki, anı yaşayıb o xatirələri dəyərləndirmək daha önəmlidir. Razıyam. Biz bütün yaxşı anlardan, iş həyatındakı yaxşı və neqativ anlardan, xüsusən də stressdən, tükənmişlikdən də birazdan danışacağıq. Çünki bugünkü həmsöhbətim psixiatr Ramil Hüseynzadədir. 5-ci yüksəliş müsabiqəsinin daha bir qalibidir. Və sizin də ona suallarınız yaransa mövzuyla bağlı bizimlə əlaqə saxlaya bilərsiniz. Telefon nömrələrimiz 012 404 11 22-dir. WhatsApp nömrəmiz də açıqdır. İş dünyası ilə bağlı aktual söhbətlər, faydalı məsləhətlər, maraqlı qonaqlarla müzakirələr İctimai Radioda.
Nərmin Aşurzadə ilə idarəetmənin əsasları başlayır. Psixiatr Ramil Hüseynzadə qonağımızdır və Ramil bəydən soruşmaq istəyirəm ki, o doğrudurmu ki, psixi sağlamlıq gələcəkdə fiziki sağlamlıqdan daha önəmli bir trendə çevriləcək və ya artıq çevrilib? Məncə çevrilməkdədir, yəni bir prosesin ortasındayıq. Bugün səhər süni intellektdən bir şey soruşdum ki, mənə növbəti 10 il üçün proqnoz verə bilərsənmi? Gələcəkdə nəyə proqnozlaşdırırsan? Yəni nə ilə bağlı? Ümumiyyətlə sosial və psixoloji mənada nəyi proqnozlaşdırırsan? Maraqlı cavablar verdi. Məsələn, ailə institutunun zəifləməsi ilə bağlı, boşanmaların azalması ilə bağlı proqnoz verdi. Nə yaxşı. Çünki evliliklər azalacaq ona görə. Və bilirdi proqnozlardan biri ondan ibarətdir ki, artıq daha ağıllı insanı cəmiyyət və biznes mühiti axtarmayacaq. Daha çox özünü idarə edə bilən, psixoloji daha güclü insanı axtaracaq. Yəni artıq bu insan ağıllı insandır da. Ağıllı insan dedi ki, biz daha çox informasiya resursu olan insanı nəzərdə tuturuq. Fakt bilən. Mən o insanları məsələn çox da ağıllı hesab etmirəm. Yəni bizim dilimizdə ağıllıdır. Çox üzr istəyirəm. Qoy fikrimi düz ifadə edim, birdən kimsə xətrinə dəyəcək indi bu. Ağıllı insan təbii ki, fakt hardan gəlir? Nəsə araşdırıb, mütaliə edib, müəyyən qədər məlumatı var. Amma o informasiya artıq sanki o qədər də dəyərli deyil, çünki hər yerdə rastlanılır. Onu düzgün istifadə edə bilən, analiz edə bilən, harda və necə öz hisslərini və o məlumatı istifadə edə bilən sanki daha ağıllı insandır. Belə demək istəyirdim daha doğrusu. Yəqin ki, verilişdə dilçilər olsaydı, onlar daha dəqiq tərifləri ifadə eləyərdilər. Ola bilsin, mən tərifləri ifadə eləməkdə yanılaram. Bizim dilimizdə ağıllı ilə zehinli arasındakı fərq çox da belə kəskin bir fərq yoxdur. Biz adətən dərslərini yaxşı oxuyan savadlı uşağa necə ağıllı uşaqdır ifadəsini cəmiyyət olaraq bildiririk. Yəni bizə ağıllı ifadəsi dedikdə daha çox informasiya resursu olan, bilgiləri toplayan, özünü cəmiyyətə uyğun aparan bir insanı ifadə eləyir. Yəni mənim zehnimdə bəli, yəni mənə görə bu insan zehinli insandır, ağıllı insan deyil. Ağıllı insan daha çox 2 addım sonranı görə bilən, daha çox planlamasını qura bilən, özünü idarə edə bilən və durumu ən uyğun formada planlaşdıra bilən bir insandır. Süni intellektin verdiyi cavab orada ağıllı insan dedikdə yəqin ki, bu dediyimizi yox, daha çox dərslərini yaxşı oxuyan, faktları yaxşı toplaya bilən, bilgisi, birikimi çox olan insan nəzərdə tutur. Yəni xülasə süni intellekt deyir ki, yəni gələcək 10 ildə ağıllı insana daha çox yox, psixoloji durumu daha möhkəm olan insana ehtiyac olacaq. Yəni bu da onu göstərir ki, gələcək insan daha çox psixoloji sağlamlığına fikir verməlidir. Amma psixi sağlamlıqla fiziki sağlamlıq arasında da çox belə böyük bir fərq yoxdur, uçurum yoxdur, kəskin bir sərhəd yoxdur. Yəni fiziki sağlam olmayan insandan psixi sağlamlığı gözləməyin özü də bu qədər çox böyük bir gözlənti olmaq doğru deyil. Psixi sağlam insan siz kimə deyirsiniz bir psixiatr olaraq? Şən sualdır. Psixi sağlam dedikdə psixi patologiyası olmayan insan, yəni psixi xəstəliyi olmayan insan. Bu ümumi ifadə. Daha biraz dərinə geçsək, psixi dözümlülüyü mühitə uyğun olan insan. Stressə dözümlülüyü uyğun olan insan. Yəni bu nədir? Çətin vəziyyətə dözən insan o, yoxsa stressə davamlı, o bütün vakansiyalarda axtarışda olan adam, yoxsa? Okey. Bir jurnalda bununla bağlı qəşəng bir şey oxumuşdum. Demişdi ki, bəs psixi dayanıqlılıq nədir? Və bunu daşlar nümunəsində izah eləmişdi. Deyirdi, bəzən biz daşları üst-üstə düzürük, yuxarıya doğru şaquli vəziyyətdə və onu əlimizlə itələdiyimiz vaxtda o daşlar orada qalırmı ya yox. Əgər orada qalıb öz balansını saxlayırsa, bu psixi dözümlülüyə bənzəyir. Yəni psixi dözümlülük nədir? Daxili balansını qoruya bilən insan, emosional balansını qoruya bilən insandır. Onda çətinliyə düşməyənə qədər adam başa düşmür. O psixi sağlamdır yoxsa yox? Çətinlik olmasa biz inkişaf edə bilmərik ki. Yəni bir insan çətinlik olmasa niyə inkişaf eləsin? İnsanı inkişaf elətdirən komfort zonadan çıxmasıdır. Yəni biz çətinliklərə adaptasiya eləyərək və ya çətinliklərdən sağ qalaraq inkişaf eləyirik. Son dövrlərdə məsələn işgüzar mühitdə daha çox danışılan məsələlərdən biri də bu tükənmişlikdir. Sizcə bu da sadəcə bir dəb halına almış ifadədir, yoxsa doğrudan da insanlarda tükənmişlik olur və bunun əlamətləri nədən ibarətdir? Biz nə vaxt bunu yaşayırıq? Məncə hər ikisi var. Yəni həm bir dəb halına almışlıq var, həm də həqiqətində bir tükənmə prosesi var. Yəni dəb halına almağı harda görürük biz? Məsələn, Afrika dillərində depressiya sözü yoxdur. Və
onu ifadə edən başqa bir söz də yoxdur. Yəni Afrikada gedib deyəndə ki, bəs insan əhval-ruhiyyəsi aşağı düşür, həyatdan zövq almır, yuxusu pozulur, iştahı pozulur, özünü yorğun, enerjisiz, halsız hiss eləyir. Onlar çox absurd qarşılayırlar ki, bu nədir? Yəni niyə elə bir şey olsun ki? Bu yaxınlarda bir konferansda bir doktor həmkarımın dediyi bir şey vardı. Deyir, Benin ya da Burkina Faso iki ölkənin birinə də getmişdim və də təsadüfən soruşdum ki, burada axır nə vaxt intihar hadisəsi olub. Və o yoxluq içərisində yaşayan adamlar bir-birlərinə soruşdular ki, nə vaxt olub biz xatırlamırıq. Və dedilər ki, 5 il qabaq deyəsən olub. Xatırlamırıq. Yəni demək ki, dəb, trend bəzi psixik pozuntuları tətikləyə bilir, sayını artıra bilir. Bu müayinələrdə də hiss edirəm. Müayinə gələn insanların bəzən ilk dediyi sözü olur ki, mənim uşaqlıq travmam olub. Nədir uşaqlıq travmam? Anam üstümə qışqırıb vaxtilə. Yəni çox absurd deyilmi? Yəni hər kəsin valideyni nə vaxtsa üstünə qışqırdığı olmuş ola bilər. Bunu hər birinə biz uşaqlıq travması adını qoysaq, onda sağlam insan həyatda olmamalıdır. Burada bir trend faktoru var təbii ki, amma bir də ikinci bir məqam da var. Biz elə bir dövrdə, elə bir zamanda yaşayırıq ki, həyat bizdən daimi tələblər qoyur. Başqa bir sözlə desək, yenə başqa bir sosioloqun fikrinə referans verəcəm. Deyirdi ki, əgər 2000-ci illərə qədər biz intizam toplumunda yaşayırdıqsa, yəni işimiz səhər 9-da işə gedib 6-da işdən çıxmaq idisə, sadəcə deyilənləri yerinə yetirmək idisə, 21-ci əsrdə intizam topluluğu yerini dəyişib performans topluluğuna çevrilib. Biz performans göstərməliyik. Performans göstərməsək 9-dan 6 işə getməyin də mənası yoxdur, həyatda var olmağın da bir mənası yoxdur. Daimi performans tələbi olduğu vaxt insan həqiqətən də çox tükənir. Yəni artıq biz daimi bir yarışın içərisindəyik. Yəni mən işimi normal gördüm, bu artıq kifayət eləmir. Mən daha yaxşı iş görməliyəm. Çünki daha yaxşısını əldə etməliyəm. Reklamlarda gördüyümüz məsələn tutaq ki, son model bir maşınlardan da başım çıxmırdı mı nə verim? Son model bir maşın reklam eləyirlər. Onu görəndən sonra insan avtomatik bunu düşünür ki, mən əksiyəm. Çünki məndə o maşın yoxdur. Halbuki dünənə qədər o maşın reklamını görməyəndə insan o əksikliyin fərqində olmurdu. Biz sanki bir qüsurlu dövranın içərisində, bir treadmillin üzərində, yəni qaçış zolağının üzərində qaçan siçovullar kimiyik. Və daim nəyisə əldə edib tatmin olmağa çalışırıq, amma heç vaxt tatmin olmayacağıq. Çünki bu bir tələdir, düşmüşük ora, oradan çıxa bilmirik. Yox da indi qüsurlu dövran demək də çox düzgün ifadə deyil. Hər dövrün yəqin ki öz belə çatışmayan tərəfləri olub. İdeal dövr dediyiniz vaxt var ki, yoxsa? Mənim elə bir iddiam da yoxdur. Hə, çünki qüsurlu dövran dediniz. Hı-hı. Ona görə elə başladım ki, hansısa bir dövran, məsələn, neçəsi əsr öncə sizin gözünüzdə. Bu tibbi ifadədir qüsurlu dövran. Yəni bir şey əgərin sonu yoxdursa, daim dövr eləyirsə, ona qüsurlu dövran deyirlər. Bu zamanla bağlı bir ifadə deyil. Ona görə. Bugün tibblə bağlı bir ifadəni də öyrənmiş oldum. İndi mən siz düzmü anlayıram ki, tükənmişlik əslində biz ətrafa baxıb, bu qədər oxumasaq və ya yarış içində olmasaq, bu bizim içimizdə də belə bir halla qarşılaşmayacağıq. Tükənmişliyin içərisində çox ciddi insanın qavrama şəkli rol oynayır. Əgər biz özümüzü yarış atı kimi zənn eləyib, durmadan yarışıb, andan zövq almadan daim nəticəyə fokuslu yaşayıb, nəticə əldə eləmədiyimiz vaxtı özümüzü uğursuz hesab eləsək, təbii ki biz tükənəcəyik. Bununla ambisiya arasında o qızıl balans, qızıl orta, bunu necə düzgün təyin etmək lazımdır? Yəni ki, heç nə etməmək də sadəcə indi bu andan zövq alırıq. Bu da gətirib nəyəsə bir çıxartmayacaq nəticəyə. Təbii ki, yəni burada ağ-qara düşüncə yoxdur. Yəni ya qaçmamalıyıq, ya qaçmalıyıq deyə bir düşüncə yoxdur. Burada əhəmiyyətli məqam nədir? Yəni bizim həyatdakı funksiyamız ondan ibarətdir ki, biz həyatda qabağımıza bir nəticə qoyuruq. Funksiyamız ondan ibarətdir ki, hədəf qoyuruq. Funksiyamız o hədəfə doğru çalışmaqdan ibarətdir. Hədəfin əldə olunub, olunmaması bizim üçün çox əhəmiyyətli olmamalıdır. Yəni əsas zəfər deyil, əsas səfərdir o sufilərin dili ilə desək. Biz səfər üçün üstümüzə düşəni eləməliyik. Bir nümunə verim, bəlkə daha aydın olar. Abituriyentlərlə görüşdüyüm vaxtı abituriyentlər imtahan verdikdən sonra intihar halları olur, yəni ki, məlumatınız olur, uğursuz nəticələrdən sonra. Hələ imtahan olmamış onlarla görüşəndə bildirirəm ki, yəni sizin həyatdakı hədəfiniz, indi üçün hədəfiniz o 3 saatlıq imtahanda uğurlu olmaq deyil. Yəni sizin hədəfiniz o deyil ki, o 3 saatlıq imtahanı yaxşı keçirəsiniz. Sizin bu dəqiqə imtahanınız o 3 saatlıq imtahanı intizamla hazırlaşmaqdır. Sizin imtahanınız budur.
Əsas oradakı səfər. Ona fokus olmaq lazımdır. Daha sonra isə imtahan vaxtı imtahan. Aydındır. Ramil, sizin müşahidələrinizə görə iş yerlərində ən çox bu stressin, tükənmişliyin səbəbi nə olur? Məsələn, mühitdə nə baş verəndə bu hallar yaşanır? Bunu niyə soruşuram? Çünki istəyirəm ki, ola bilər ki, kimsə yeni menecer vəzifəsinə təyin olunub və ya o özü üçün bir analiz etsin ki, mənim iş yerimdə bax budur, mən nəyi dəyişə bilərəm, nə edə bilərəm ki, mühit daha yaxşı olsun. Okay. Konkret bir prioritet olmadan ağlıma gəldikcə sıralayım. 1. Dəyərsizlik. Yəni şəxs özünü dəyərsiz hesab elədiyi vaxtı, bu vaxtı tükənməyə başlayır. Ona görə təzə idarə edici vəzifəyə gəlmiş şəxslərin əməkdaşlarının mütəmadi olaraq dəyər verdiyini göstərməsi lazımdır. Bu təkcə sözlü olmur, davranışsal olaraq da olur. Bəzən çox xırda, yəni çox əhəmiyyətsiz bir məqam belə, yəni çox əhəmiyyətsiz görülən bir məqam belə əməkdaş tərəfindən çox müsbət kimi dəyərləndirilə bilər, qəbul oluna bilər. Və ya tam tərsi. Məsələn, salam verir, əgər rəhbər onun salamını almırsa, məsələn, fikri deyək ki, başqa bir yerdə idi, və ya eşitmədi də, sadəcə görmədi. Bu belə əməkdaşlarda mən bunun şahidi olmuşam, depressiyaya səbəb olur ki, o görəsən niyə belə oldu görəsən? Niyə salam verdim, almadı? Yəni bu bir neçə gün hətta düşünə bilər bu haqqda. Tamamilə haqlısınız, razıyam. Yəni çox xırda məqamlar. 2. Bir şəxs özünü anlaşılmaz hiss elədiyi vaxtı tükənməyə başlaya bilir. Ona görə əməkdaşların problemləri ilə, narahatçılığı ilə daha aydın, daha səlis, dürüst formada maraqlanmaq lazımdır. O özünü anlaşılan hiss eləsin. Bunun üçün ən sadə yolu var, dinləmək. Yəni gəlsin, danışsın və dinləyirsin. Və burada da pasiv dinləmədən söhbət getmir, aktiv dinləmədən söhbət gedir. Bir neçə dəfə olub ki, rəhbərlər bizim efirdə qonaq olanda, məsələn, mən onlara deyəndə ki, müasir təlimçilər, psixoloqlar, psixiatrlar deyir ki, siz əməkdaşlarınızı dinləməlisiniz. O deyir ki, bizim axı o qədər vaxtımız yoxdur. Yəni biz psixoloq deyilik ki, o nöqtədə oturub qulaq asaq. Okay. Onda bunu təşkil etmək lazımdır. Ya öz işini elə planlamalıdır ki, əməkdaşını dinləyə bilsin, ya da özündəki iş sistemini o formada qurmalıdır ki, əməkdaşlarla dinləyə bilən bir kadro olsun. Xatırlayıram, əvvəlki iş yerimdə mən Lənkəran Psixiatriya Xəstəxanasında işləyirdim əvvəl, baş həkim idim orada. Təbii ki, oranın işləri çox idi, həkim sayı az olduğuna görə ciddi yüklənmə vardı. Amma iclaslarda dediyim şey o idi ki, indiyə qədər elə bir əməkdaş olmayıb ki, gəlsin və nəsə demək istəsin və mən deyim ki, yox, mən hal-hazırda çox məşğulam və ya qısa kəs mənim vaxtım azdır. İndiyə qədər o olmayıb. Saatlarla ki, rekordum 5 saat idi, bir əməkdaşı 5 saat dinləmişdim fasiləsiz olaraq. Təbii ki, demirəm hər kəs bunu eləməlidir. Yəni hər kəsi dinləyirdim və nə narahatçılığı varsa mümkün mərtəbə dəstək olmağa çalışırdım. Başqa cür olmur zaten. Aydındır. Bu 2 idi. Üçüncü, şəxsin resursuna uyğun şəkildə yükləmək lazımdır. Yəni bir adam əgər 5 kilo qaldıra bilirsə, ona 15 kilo yükləməyin heç bir mənası yoxdur. O gözləntiyin içərisində olmağın bir mənası yoxdur. Ona görə o proporsiyanı gözləmək də lazımdır deyə düşünürəm. Əsas bu üçüdür. Yəni çox şey var. Məsələn 4 inisiativlərə açıq bir əməkdaş qoymaq. Yəni biz əməkdaşı necə istəyirik? Robot kimi ancaq deyiləni icra eləsinmi, yoxsa öz təkliflərini də gətirsin? Yəni bir rəhbər bütün əməkdaşların olduğu pozisiyadan ümumi mənzərəyə baxa bilməz. Yəni mən sanitarın gözü ilə də hadisəni görə bilmərəm, tibb bacısının gözü ilə də görə bilmərəm, həkimin gözü ilə də görə bilmərəm, təsərrüfat müdirinin gözü ilə də görə bilmərəm. Mümkün deyil, yəni heç kimi o qədər mükəmməl deyil. Ona görə onların təkliflərini dinləmək lazımdır. Siz nə düşünürsünüz? Siz necə görürsünüz məsələni? Və onların verdiyi 10 təklifin cəmi birini icra elədiyiniz vaxt o şəxs özünə həqiqətən çox dəyərli hiss edir ki, mən burada çox əhəmiyyətliymişəm. Bilmirəm, futbolla münasibətiniz necədir? Pis. Məndə o qədər pis deyil. Bir futbol klubunun baş məşqçisinə bağlı bunu oxumuşdum bu yaxınlarda. Məşqə gəlməzdən qabaq komandanın 2 futbol meydançası var. Futbol meydançasının o tördüyünə cavabdeh olan şəxsi çağırdı və dedi ki, biz bunların hansında məşq eləyək. O da dedi ki, indi müəllim deyir, rəis deyir, nədir? Deməlim, buranın rəhbəri sizsiniz. Siz nə harda desəz orada. Deyir, yox, otların rəhbəri sənsən. Hansı yeri daha uyğun görürsənsə orada eləyəcək, bundan sonra sən seçəcəksən. Mənim hara girəcəyimi sən seçəcəksən. O vaxtdan sonra həmin şəxs o tördüyünə qarşı bir 2 qat, 3 qat daha çox diqqət eləməyə çalışırdı ki, mən burada qərar verici şəxsəm. Bəli, məsuliyyət daşıyıram. Bəli. Yəni insanlara məsuliyyət öhdəliyi də vermək, bu da yaxşıdır.
Aydındır. Biz indi adətən elə sizinlə də digər qonaqlarımla da əməkdaşların psixoloji vəziyyəti, onların özlərini yaxşı hiss etməsi, təhlükəsizliyi haqqında daha çox danışırıq. Nəinki rəhbər şəxslərin. Amma nəzərə alsaq ki, indi onların məsuliyyətləri daha çoxdur. İnsanları idarə etmə və s. biraz işləri də sanki daha çoxdur. Və təkdilər də indi digərləri daha çoxdur, onlar təkdilər. Bu baxımdan onlar da yəqin ki, müəyyən dövrlərdə tükənmişlik yaşayırlar, gərgin olurlar. Onlar necə öz sağlamlığı, psixoloji sağlamlıqlarının qeydinə qalmalıdırlar? Nə edə bilərlər belə dövrlərdə? Razıyam sizdən. Bəzən rəhbərlər də, idarəçilər də, bəzən də nəsə tez-tez tükənmiş olurlar. Bunun üçün nələr lazımdır? Bir tükənmişliyin fərqində olub həmin anda bəzən stoplamaq lazımdır. Bəzən istirahət eləmək lazımdır. İkincisi, idarəçilər adətən zehni fəaliyyətə çox fokuslandığından dolayı fiziki fəaliyyəti gözdən qaçırırlar. Halbuki insanın başı bədənindən ayrı bir struktur deyil. Başla bədən əlaqəlidirlər. Ona görə zehni sağlam, o məşhur bir ifadə vardır, sağlam bədəndə sağlam ruh olar. Çox doğru ifadədir. Hətta yüngül, hətta orta səviyyəli depressiv pozuntularda bizim ilk elədiyimiz müdaxilə həyat tərzi dəyişikliyidir. Yəni fiziki fəaliyyətin artırılmasıdır, idman fəaliyyətinə həyata daxil olmasıdır. Bəzən relaksasiya edici tədbirlər, nəfəs təmrini ola bilər, əzələ relaksasiyası təmrinlər, məşqləri ola bilər ki, bunlar da insanı çox rahatladır. Zaman-zaman bəzən olduğu mühiti dəyişmək lazımdır. Yəni məsələn tutaq ki, ildə bir dəfə, 2 dəfə, bəzən şəhər xaricinə, bəzən ölkə xaricinə getmək lazımdır. Ailə ilə iş arasındakı balansı düzgün qurmaq lazımdır. Yox, mən işdə uğurlu olmalıyam adı ilə ailəyə səhlənkar yanaşdığı vaxtı ailədə problemlər arta bilir. Ailədə problemi olan bir idarəçi işdə düzgün qərar verə bilmir. Çünki zehninin bir tərəfində daim bir problem var, bir yanıb sönən bir təhlükə siqnalı var. İndi bax, gəlin təsəvvür edək ki, kimsə doğrudan da bunu yaşayır. Ailədə də problem var və rəhbər şəxsdə indi hər hansı vacib bir öhdəlikləri də var. Bu situasiyada necə davranmalıdır? Məsələn, ilk nə etməlidir? Bu sualın konkret bir cavabı yoxdur. Çünki dediniz ki, təcili işləri var, prioritet işləri var. Bu işlərin prioritetliyi nə dərəcədədir, necə tənzimlənə biləcək, bu situasiyadan asılı olaraq dəyişə bilən bir şeydir. Amma mən öz prioritetlərimdə ailəni daha çox ön plana gətirirəm. Bəzən hansı işi öhdəlik yerinə yetirməliyəmsə, o öhdəliyi verəcəyim şəxsə və ya quruma müraciət edib oradan 2 günlük, 3 günlük icazə alıram. O zaman da ailəyə daha çox fokuslanıram və iş bölgüsünü eləyirəm. Bəzən komanda ilə bölüşürəm ki, mənim şəxsi bir problemim var və hər şey mən eləmək məcburiyyətində deyiləm. Çünki ancaq məndən ibarət bir uğur modeli yoxdur. Ona görə artıq fikir versək, yeni idarəçilikdə liderlikdən söhbət gedir. Yəni sən komandanı işləməlisən. Komanda olmayandan sonra tək başına insan lider ola bilməz. İnsan öz-özünün lideri olmur ki, komandanın lideri olur. Yəni ailə problemlərini əgər varsa, bunu komanda ilə bölüşmək olar. Bu elə bir ifadədir ki, mən buna bəli desəm, bu deməkdir ki, bütün ailə problemi ortalığa tökmək lazımdır. Müəyyən sərhəd daxilində və uyğun bildiyimiz şəxslərlə təbii ki, bölüşə bilərik. Siz özünüz ChatGPT-dən istifadə edirsiniz də. Məsələn, bayaq dediniz ki, səhər hətta hansısa proqnozlar filan və bir çox insanlar həm psixi sağlamlıqla bağlı və elə fiziki də olur ki, artıq həkimdən daha çox ilk olaraq ChatGPT-dən soruşur ki, məsələn, nə məsləhət görsən, buram belə ağrıyır, diaqnoz qoyur, nəsə məsləhətlər və s. Buna münasibətiniz necədir? Nə qədər doğrudur? Tam yanlışdır deyə bilmərəm. Tam müsbətdir qətiyyən deməyəcəm. ChatGPT nəticədə bir süni intellektdir. Süni intellekt və daha çox da bizi məmnun etməyə çalışan bir süni intellektdir. Və bunun ən yaxşı nümunəsini bu yaxınlarda çıxan bir xəbərlə gördük ki, boğazında ağrı olan bir adam ChatGPT-dən soruşdu. ChatGPT deyir ki, narahat olma, hər şey yaxşıdır, bunu elə düzələr. Axırda xərçəng olduğu bəlli oldu. Yəni məsləhət almaq olarmı? Olar. Ona görə gələnində məhdudiyyətlər olacaq. Bəli. Hüquq və tibb sahəsində məhdudiyyətlər olacaq. Məncə bunu daha yaxşı olardı ki, şəxsə görə dəyərləndirərək o məhdudiyyəti qoysunlar. Nəticədə mənim şəxsiyyət məlumatlarım ChatGPT rahatlıqla əldə edə bilir. Əgər mənim həkim olduğumu görürsə, mənə qoyulan məhdudiyyətlə həkim olmayan bir adama qoyulan məhdudiyyət arasında fərq olmalıdır məncə. Amma müəyyən məsələn tövsiyələr filan soruşmaq olar ya burada məsələn insan özü ilkin olaraq psixolojiyadan elə gəlin daha çox danışaq da. Məsələn bəziləri var ki, artıq psixoloqa müraciət etmir, oturur elə bütün gün onunla dərdləşir, söhbət eləyir. Və ya bir mentor kimi də istifadə edənlər var.
Buna münasibətiniz nədir? Nə qədər etibar etmək olar, nə qədər yaxşı tövsiyələr var? Bir də bunun axı bir digər tərəfi var. Məsələn, deyir ki, insanlar təkliyə daha çox çəkilməyə başlayır. Başqa insanla söhbət etmək istəmirsən, elə süni intellektlə danışırsan. Biz hal-hazırda süni intellektli bir dövrə keçid eləyirik. Yəni bu keçid prosesidir. Keçid prosesində adətən əks effektlər, neqativ nəticələr çox olur. Yəni ki, o neqativ nəticələr, əks effektlər bizi qorxudur ki, bu sual aktualdır. Mən düşünürəm ki, yəni bir zamandan sonra psixoloji xidmət üçün xüsusi süni intellektlər hazırlanacaq. Onlar hazırlandıqdan sonra artıq bu suallar aktivliyini itirəcək. Yəni çünki biz hal-hazırda ChatGPT-nin verdiyi məlumatın mötəbərliyinə şübhə eləyiriksə, məhz bu istiqamətdə formalaşmış süni intellekt olduğu vaxtda artıq bu şübhəmiz kifayət qədər azalacaq və artıq başqa məqamlar üzə çıxacaq. Yəni istifadə edə bilərlərmi? Hə, istifadə edə bilərlər. Əlavə olaraq mən ChatGPT-dən soruşduğum vaxtı verdiyi informasiyanın, yəni tövsiyələrin 90% ilə razı olmuşam, 10%-ində 5%-dən razı olmayıb, 5%-dən şübhə eləmişəm. Və ChatGPT də tövsiyə verdiyi vaxtı demir ki, ancaq məni dinlə. O tövsiyə verdiyi vaxtı da bildirir ki, dostlarınla görüşsən daha yaxşı olar, sosial mühitlərə daha çox daxil olmalısan. Yəni əslində kifayət qədər sağlam tövsiyələr də verə bilir. İnsan psixologiyası haqqında bu qədər məlumatlı olmağınız, bu yüksəlişdəki qalibiyyətə hər hansısa bir formada təsir etdi? Yəni bu biliklərdən orada istifadə edirdiniz? Məncə təsir elədi. Yəni ümumiyyətlə bu psixi sağlamlıq elə bir şeydir ki, yəni psixi resurs deməyim, bu elə bir şeydir ki, mən evdə bundan istifadə eləmirəm, ancaq iş daxilində istifadə edirəm. Belə bir ayrım yoxdur. Biz gündəlik həyatımızda dostlarla münasibətdə belə bunu istifadə edirik. Amma sən birə-bir xatırladığım bir şey deyə bilərəm ki, orada bir case oldu. Case vaxtı qonaq gəldi və qonaq yəqin ki, tapşırıq ondan ibarətdir ki, bizdən biraz neqativ inisiat saxlamalı idi. İlk sualı mən verəsi oldum, necəsə oldu və sualı verən vaxtı da qonağın verdiyi cavab ondan ibarət oldu ki, siz həmişə bu tip danışırsınız, bunun heç bir mənası yoxdur. Azarladı məni birdən-birə. Düşünürəm ki, yəni əgər psixi sağlamlıqla məşğul olmasaydım, orada emosiyalarımı cilalamada daha çox çətinlik çəkərdim. Okey, tamam, yəni bəzən olur ki, psixi xəstələr gəlib bizi söyürlər və müalicə aldıqdan sonra gəlirlər ki, doktor, üzrlü sayın, o vaxt özümdə deyildim falan deyə bilirlər. Yoxdur, sizin işiniz elədir ki, ola bilər ki, siz anlayırsınız. Gəlin bunu adi korporativ mühitdə düşünək. Məsələn, bir insan iş yoldaşından, rəhbərinə və nəsə soruşursan, sənə belə neqativ cavab gəlir. O an doğru reaksiya necə olmalıdır ki, adam həm öz əsəbləşməsin, həm münasibət korlanmasın. Yəni nə etmək olar? Bir dəfə bunu sorğuluyurdum ki, məsələn, küçədən keçəndə bir nəfər kobud danışanda mən qıcıqlanırdım. Bu ixtisasımın ilk illərindədir. Amma işə gedirəm, tutaq ki, xəstə şizofreniya xəstəsidir, çox aqressivdir və söyür və qəti qıcıqlanmıram. Nəticə etibarilə ikisində də neqativ münasibəti alan mənəm. Birində qıcıqlanmıram, o birisində də qıcıqlanıram. Demək ki, problem o söyüşdə, təhqirdə və ya pis münasibətdə deyil. Problem mənim bunu necə qavrama şəklindədir. Məşhur bir tarakan teoremi var, bəlkə bunu eşitmisiniz. Google-un CEO-su ilə bağlı elən bir şeydir ki, bir gün gedir restorana, görür ki, restoranda hamı elit qonaqlardır. Birdən bir qışqırıq qopur orada. Bir qadın üzərində tarakan var. Qadın qışqırır, hayküyü salır, ofisantı çağırır və tarakanı öz paltarından itələyir, düşür başqa bir qadının üzərinə. O qadın da başlayır qışqırmağa. O da itələyir, düşür başqa qadının üzərinə. O da başlayır qışqırmağa. Ofisant gəlir, götürür tarakanı sakit-sakit atır çölə. Deyir, okey, problem nədir? Problem tarakandırmı? Problem tarakandırsa o ofisant niyə qışqırmadı? Demək ki, məsələ tarakan deyil. Məsələ tarakanlara bizim verdiyimiz yanaşmadadır. Əgər mən çöldəki adama qıcıqlanıb, xəstəyə qıcıqlanmırsamsa, demək ki, mən xəstəni qəbul eləyirəm ki, okey də bu bunu deyə bilər. Onun düşüncəsidir. Amma çöldəki adamı qəbul edə bilmirəm. Dolayısıyla biraz pis çıxsa da hər kəsə xəstə gözü ilə baxdığımız vaxt məsələ həll ola bilir. Yəni biraz yanaşmanı dəyişməliyik. Aydındır. Ramil, çox sağ olun gəldiyinizə görə. Mənim üçün çox xoş oldu bugün sizinlə ünsiyyətdə olmaq. Ümid edirəm ki, dinləyicilər də özləri üçün faydalı nəsə eşitdilər. Bugünkü həmsöhbətin 5-ci yüksəliş müsabiqəsinin qaliblərindən biri olan Ramil Hüseynzadə idi. Onunla birlikdə həm psixi sağlamlıq haqqında danışdıq, həm də yüksəlişdəki qalibiyyəti müzakirə etdik.